videoda indi açacağım sizə. Qrup atacağım. Qrupda üzərində vurub baxa-baxa yazarsınız özünüzdə. Demək, burada hər hansısa bir vərəqdə, dəftərdə yazılacaq bir şey deyil. Nəzərinizə çatdırım ki, sadəcə linkdir. Linkə sizə atacağım o linki. Linkə daxil olacaqsınız. Linkin üzərində vurduqda demək, linkin üzərində vurduqda belə bir səhifə açılacaq. Təlimin gündəlik qiymətləndirilməsi. Hər birinizin IP ünvanından təlim günü başlandıqdan bitənə qədər hər kəsin adında sistemə avtomatik orada düşməlidir 5 dənə bu qiymətləndirmədə. Bugün birinci, sabah ikinci, yəni neçə təlim günü keçmişik, hər günə mütləq. Dərs bitdikdən sonra birinci işiniz bu olur. Burada nə edirik? Burada təlimçinin adı və soyadı hissəsində mənim ad soyadımı yazacaqsa, özünüzünkünü deyil. Yazıram Cəfərova Aygün Əskər qızı. Təlimin qrup kodu. Hazırda sizin qrup kodunuz Mix 612-dir. Bu kimdə indi neçədirsə qrup, hər qrup özünə uyğun yazır. Sizin hazırki qrupunuz Mix 612-ONL, yəni online qrupdur. Digər qruplar üçün də, yəni hər kəsin qrupunun adı WhatsApp qrupunuzun özünüz bilirsiniz, yuxarısında qeyd olunur. Yəni hərə öz qrup nömrəsini yazır. Yəni sizin qrup hazırda, sizin qrupunuz Mix 612-dir. Sonra təlimin keçirildiyi tarix, bugünkü tarixdir. Üzərində vuran kimi belə bir kalendar avtomatik açılır. 25 aktivdir, vurdum üzərində avtomatik düşdü bura. Digərini, burada da soruşur 4-cüdə, deyir təlimin tarixi, qiymətləndirmə günü. Ola bilsin ki, mənə yadımdan çıxıb 25-ni 26-sında qiymətləndirəm, ondan gedir söhbət. Amma çalışın, unutmayın. Çünki gecə 12-dən sonra sistemə düşəndə növbəti günə keçir və bu biraz problem olur. Aydındırmı? Çalışın bu günləri geçsin. Ona görə dərsə ad boy verən kimi 2 dəqiqə vaxtınız alacaq. Tez bunları yazıb ötürürsünüz. Sonra burada da yazdım, yenə 50 yazıram. 25.04.2025. Xoşuma gəldi. Yəni bugün keçirilən təlim. Xoşunuza gəldisə bəli, gəlmədisə xeyir vurursunuz. Sonra növbətidə nə soruşur 6-cıda? Deyir, mən o qədər də başa düşmədim. Bəli desəniz, siz bunu təsdiqləyirsiniz. Yəni deyir, bəli, mən o qədər də başa düşmədim. Amma hər şeyi başa düşüb, bugünkü tapşırıqları yazmışsınızsa, bu fikrə inkar edirsiniz. Xeyr. Yəni, mən hər şeyi çox yaxşı başa düşdüm və yazdım bugün. 7-də nə soruşur? Deyir, öyrənmək üçün vacib sualınız varmı? 8-də nə soruşur? Təklifiniz varmı? Nə vacib sualım yoxdur, nə də təklifim yoxdursa, Atpravit düyməsini vururam, göy düyməni. Bir daha başdan göstərirəm. Demək, birinci mənim ad soyadımı yazırsınız, təlimçini soruşur, Cəfərova Aygün Əskər qızı. Təlimin qrup kodu Mix 612-ONL, təlimin keçirildiyi tarix 25.04.2025, təkrar 4-cüdə təlimin qiymətləndirmə tarixi yenə 25.04.2025. Xoşuma gəldimi? Bəli və yaxud xeyir, sizin öz seçiminizdir. Başa düşdünüzsə, yəni başa düşmədim sözünü təsdiqləmək bəlidir. Yox, mən hər şeyi başa düşdüm, xeyir demək o deməkdir ki, niyə başa düşmürəm? Başa düşmüşəm. 7 və 8-ə fikriniz yoxdursa, vəssalam, Atpravit düyməsini vurdunuz. Sonunda belə bir işarə gəldi ekrana, vəssalam, sizin cavablarınız göndərildi. Aydındır. Yəni bu şəkildə necə paylaşmadım? Yoxsa linka girəndə görəcək bu dediklərinizi. Bir dəqiqə.